Mən demək, belə deyim də, deyirəm, yəni hamınızın məlumatınız olsun, o tərəfə gedəndə bir şeyləri nəzərə alın. Nerikdən gəlirdim, 6-cı gün getmişdim, bazar gündə qayıdırdım geri evə. Yolda biraz gəlmişdim, yolda qay saxladı. Baxdım keşnədən narşin yaxtardı. Kəmər dedim, bax görsən taxmışıq. Yanındakını kəmər deyirəm, görsən taxmışıq. Sənədlərin qaydasındadım, dedim, hə qaydasında. Baxmaq olar, dedim, yoxlaya bilməsən də, sən mənim sənətmə aparatında vur çıxacaq. Hə, yaxşı, içməmsən, deyirəm, yox, yola çıxanda içmirəm, heç elə içkiyə istifadə edən deyiləm də, içkəməkli deyiləm. Hə, heç nə. Getdə bu aparat gətirməyə, 10 dəqiqə bunu gözlədim, keyflə getdi, gəldi, 5 metrə yeri qayılmış. Gəldi, yox, sən içkilisən, deyirəm, içməmişəm. Sən etiraf elə biz kişikdə qardaşına, mən səni kişi kimi buraxacağım gecə. Deyəm, mən içməmişəm, sən zorla mən boynuna qoymaqla deyil, axı, içməmişəm. Gedək həkimə dedim, gedək, problem yoxdur. Dedim, prosto Lənkəranın tərəf apar həkimim, oradan yəni yolumu uzatmayayım da, bir də deyil ki, rayona geri qayıtmayayım, çıxım evimə gedə biləm. Hə, yaxşı. Nə fikirləşdi, neynədi, yox, indi gedəcək Lerkə həkimə, dedim, yaxşı. Yolda bir 4-5 yerdə saxladı, bizim hörmətimizi elə, çıx getdə, sən də bu yolla qalma. Dedim, o hörmət də bir 15 il çay pulu verə bilərəm, gedən çay üçün, başqa mən sənə hörmət edeyim. Yox, sən yola gələn adam deyilsən. O şunu nəysə apardı, saldı şöbəyə. Başqa bir aparatla yoxladı. Səndə bir ondakı spirt çıxır. Dedim, mənə spirt çıxa bilməz axı. Sonra gəldi, o birisi bir serjant vardı, gəldi. Hə, qardaş, onsuz da bunda dedi şeydir, nədir, bir ondakı spirtdə sayılmır, spirt sayılmır. Bu onsuz da hamında olan bir şeydir. Yaz ki, hə, bir ondakı çıxıb, razıyam, buna həkimə ehtiyacım yoxdur, yeri maşını sür, get, yolun uzaqdır, çıx get evimə. Da həkim zad da bazar günü gəlib yoxlayıb eləməyi çəkəcək, sən də yolandan qalma, dedim, heç nə yaxşı. Yazdım, söylədim, gedə bilərəm, deyir, yox, sən içkilisən. Deyir, sən mənə belə dedin, deyir, yox, sən içkilisən. Mən nə dedim, demədim, sən içkilisən, bir ondakı içki sayılır. O üçün nəysə, dedim, yaxşı içkiliyəm, sən deyən kimi olsun, cəriməmi yaz, görürsən, sərxoş deyiləm də, lap sən deyən də içkiliyəm, mən sürüm gedim, yolumu uzatım, gecəyə qalmayayım. Yox, səhər məhkəməyə qalacaqsan, nə inəyəcəksən, mən deyim, məhkəməyə qalmaqla, mən günahkaramsa, mən boynuma alıram, yaxşı günahkaram da, lazım deyil məhkəmə, cəriməmi yaz, ödəyərəm. Dedi, yox, qalmazsa, deyim, maşında körpə uşaq var, elə özü elə aparıblar, iki körpə uşaqla ali ilə bir elə bil, erməni əsir tutublar da, belə deyim. Deyirəm ki, körpə uşaq var, mən yola çıxmalıyam, olmaz axı, mən burada qalım, mənim problemim deyil. 500 manat istədi, 500 manatdan da 400 manat razılaşdı, mən də 200 manat faydı kartımda. 200 manat da bir qardaşdan xahiş elədim, göndərib çıxartdım, 400 manatı buna verdim, çıxdım, gəldim. Gələndən sonra da lazımi yerlərə məlumat vermişəm.